Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları mövzusunun izahına baxaq. Məmulatı tikməmişdən əvvəl onun bütün detallarının ülgüsünü hazırlayırlar. Ülgü biz bilirik ki, müəllimlər hazır detal formasıdır. Məsələn, biz əgər köynək tikiriksə, şalvar tikiriksə, həmin məmulatların hər bir hissəsinin, məsələn, köynəyin ön hissəsi, arxa hissəsi, yaxa hissəsi, qol ağzı hissəsi, bu hissələrin hər birinin hazır ülgü formasını çıxardırıq və hazır ülgü formasını parça üzərində tez və asan formada yerləşdirərək biçə bilirik. Kağız ülgüləri də müxtəlif üsullarla hazırlamaq olar. Ülgülərin hazırlanmasının 2 üsulu mövzumuzda verilib. Onlara nəzər salaq. Birinci üsul ondan ibarətdir ki, sadə quruluşlu detalları damalı kağızda xəttkeşdən və sadə karandaşdan istifadə edərək əvvəlcədən götürülmüş ölçülər üzərindən çəkilir. İkinci üsul isə ondan ibarətdir ki, moda jurnallarında ülgülər öz həqiqi ölçülərində əlavə vərəqlərdə verilir və həmin vərəqlərin üzərinə polietilin şəffaf plyonka, şəffaf kağızla kağızı yerləşdiririk və karandaşla həmin ölçüləri biz şəffaf kağızın üzərinə köçürərək hazır ülgü əldə etmiş oluruq. Parçanı biçməzdən əvvəl müəllimlər bir neçə mərhələ var ki, onları yerinə yetirmək lazımdır. Bunlar hansılardır? Buğavermə mərhələsi. Buğavermə parçanı biçməzdən əvvəl aparılan nəmsli emalıdır. Hazır məmulat biçəndən sonra ilk yumadan kiçilməsin deyə pambıq və kətan parçalar biçmədən əvvəl yuyulur, qurudulur, ütülənir. Yəni tikəcəyimiz məsələn köynəkdir. Tikdikdən sonra bizim onu yuduqda, ütülədikdə kiçilməsin deyə biz onu biçməzdən əvvəl buğavermə mərhələsindən keçirməliyik. İkinci mərhələ kəsiklərin düzəldilməsi. Kəsiklərin düzəldilməsi burada şəkildə də qeyd olunub, göstərilib. Kiçik kəsiklərin düzəldilməsi zamanı biçmədən qabaq biz bu əməliyyatı yerinə yetiririk. Kəsiklərin düzəldilməsi zamanı kəsilən hissədən, kəsik hissədən bir sapı biz dartırıq, dartıb çıxartırıq və sapı dartıb çıxartdığımız yerdə həmin hissədən iz düşür və bu izlə də biz parçanı kəsib kənarlarını düzəltmiş oluruq. Parçanın kəsiklərini düzəltmiş oluruq. Daha sonra müəllimlər əyriliyin aradan qaldırılması. Əyriliyin aradan qaldırılması da 3-cü şəkildə göstərilib. Kəsikləri düzəldilmiş parçanın üst tərəfi içəri. Görürsüz, üst tərəfi içəri olmaqla kənarların üst-üstə qoyub qatlayırıq. Qatladıqdan sonra uclarından tutub diaqonalları üzrə dartırıq. Baxın, A hissəsindən B hissəsinin uclarından kənarlarına doğru dartıb onun əyriliyini düzəldə bilirik. Daha sonra qüsurların aşkar edilməsi. Qüsurların aşkar edilməsi biçməzdən əvvəl həyata keçirilir ki, hər hansı bir parçanın üzərində əgər deşik, ləkə, rənglənmə zamanı qeyri-bərabər rənglənmə varsa, onları nişanlayırıq və çalışırıq ki, həmin aşkar etdiyimiz qüsur hissələr kənar hissələrə düşsün, biçmə zamanı detalların kənarına düşsün ki, biçilən zaman onları kəsib tullaya bilək. Daha sonra parçaların sərilməsi. Parçaların sərilməsi artıq parçanın biçmə hazır olan hissəsidir. Parçanı biçmək üçün iş masası üzərinə səririk. Parçanın üzərində üst tərəfi içəri olmaqla uzunluq sapı boyunca tən yarıdan qatlayıb, sonra parçanın kənarları düzəldilir, qatları əllə hamarlanır. Artıq bundan sonra ülgünü parçanın üzərinə yerləşdirib biz biçmə mərhələsinə keçə bilirik. Ülgülərin yerləşdirilməsi nədir? Yəni bizim geyəcəyimiz məmulatın dartılmaması, formasının itilməməsi üçün ülgünü parçaya yerləşdirən zaman fikir vermək lazımdır ki, parçanın uzunu boyu sapın istiqaməti ilə ülgüdə olan oxlar üst-üstə düşsün. Ülgünün detallarının parça üzərində sancaqla biz bərkidirik. Burada ülgünün yerləşdirilməsi göstərilmişdir. Yəni ülgünün yerləşdirilməsi zamanı əgər uzunluğa istiqamətdə əgər ülgünü yerləşdiririksə, parçanın da
onun liflərinin istiqaməti uzunluğa boyu olmalıdır. Enine boyu yerləşdiririksə, enine boyu üst-üstə, oxların istiqaməti üst-üstə düşməlidir. Daha sonra ülgülərin təbaşirlə nişanlanması tikişlər üçün emal payı. Biçmə zamanı ülgü detallarının konturlarını və tikişlər üçün emal payını xəttkeş və dərzi təbaşiri ilə dəqiq nişanlanmaq lazımdır. Bu nə deməkdir? Yəni biz ülgülərin kənarlarını nişanlayan zaman emal payı verməliyik. Bu və emal payının verilməsi də, baxın burada, emal payının verilməsi zamanı da dərzi təbaşirindən istifadə edirik. Emal payı hər bir tərəfdən xəttkeşlə, dəqiq ölçülərlə verilməlidir ki, bizim nəticəmiz də keyfiyyətli olsun biçmə zamanı. Daha sonra detalların biçilmə mərhələsinə keçirik. Tikiş məmulatlarının detallarının biçilməsi dərzi qayçısı ilə emal paylarının nişanlanmış konturu üzrə, görürsünüz, emal payı burada nişanlanmış, konturu üzrə kəsib götürürük. Detalların tikişlərinin emal payını nəzərə alaraq biçməliyik. Baxın, burada ülgü yerləşdirib müəllimlər. Ülgü yerləşdirildi. Daha sonra ülgünün kənarından emal payı verilməlidir. Emal payları tikiş paylarıdır. Emal payları təbaşir və xəttkeşlə hər bir tərəfdən eyni ölçüdə verilməlidir. Emal payları verildikdən sonra biz artıq parçanın detallarını biçirik. Biçmədə nişanlanmış emal payları üzərindən dərzi qayçısı ilə parçanın biçilməsi prosesidir. Emal paylarının verilməsi müəllimlər parçanın növündən, tikişin təyinatından, daha sonra məmulatın emal edilən hissələrin, bu kəsiklərinin süzülməsindən də asılıdır. Məsələn, elə çox süzülən parçalar var ki, onlarda emal payı daha artıq saxlanılır. Emal payının verilməsi 10 mm-dən başlayaraq verilə bilər. Yəni parçanın növündən asılı olaraq emal paylarında da biz dəyişiklik edə bilirik.